sen. Niye dağlar ay niye dağlar ay niye dağlar ay niye dağlar kadanalım yüreğimde halay dağlar ay halay dağlar ay halay dağlar ay halay dağlar. Afşarlar Türk tayfasının bir koludur. Köçer tayfa olmuşuq, dağa getmişik, arana gəlmişik. Məşhur Türk yazarı Dadaloğlu'nun şeirlərində də özünü göstərir. Dadaloğlu'nun şeirinin ilk misrası bununla başlayır ki, qalxıb köç eylədi Afşar elləri, ağır-ağır gedər ellər bizimdir. Bu babaların dediyi rəqəmlərdən məlum olur ki, Azərbaycanda bax bu Qarabağ zonasında cəmi 350 nəfər Afşar oldu. Bunlar da demək olar ki, köçəri həyat keçirirlər. Və bizim qədim ata-baba yurdumuz olan Nərgiz təpədə bunların oturaq saha yerləri olurlar, qışlaqları olurlar. Bizim üçün bura bizə bala suyu da, havası da, gedişatı da, qoyunun mələməyi, quzunun gəlməyi. Oturub inək sağmağımız, bu ənənələrimizi yerinə yetirməyimiz bizim üçün elə bilik bizə bir fəxridir. Dağlara gedib gəlirdik, mənim rəhmətli anam vardı. Yedəndə at çəkirdi, mən də onun yanınca gəlirdim. Gələndə gördüm, anam deyir ki, dağlar dedi, yassı dağlar, el gəldi bastı dağlar. 3 ay toylu bayramlı, 9 ay yassı dağlar. Mən də uşaqdım, soruşdum anama ki, o nə deməkdir elə? Dedi, bala, o deməkdir ki, biz bu dağa çıxırıq, burada toy eləyirik, ondan şıngırıq olur, qoyun, quzu, alaçıqlar tikilir. Amma 3 ay el olur, 9 ayda el ova gedir. Bu dağlar yağsız qalır, ona görə yassı dağlar. İndi bizim Qaraçoq dağlarıdır, Nərgiz təpə deyilən yerdir. Buralar bizim dədə-baba yerlərimiz olubdur. Malımızı, qoyunumuzu götürürdük, gedirdik dağa. Orada alaçıq tikib otururduq. Mahmud Xaşqaridə Afşar adı dəfələrlə qeyd edilir və mənasını izah edərkən uyuşan, tabi olan mənasındadır. Hansı ki, bu söz bizim dilimizdə bugün də işlənir. Başqa iki əsərdə, Nəbül Qazi Xivəlinin Şəcərətə Türkman əsərində, yəni tərəkəmlərin şəcərəsi və Fəzlullah Rəşidəddinin əsərində isə Cəmaət Təvarixdə Afşar sözü Afşar şəklində yox, Ovşar şəklində işlənir. Yəni, mahir ovçular mənasında. Afşarların Azərbaycanda yerləşmə tarixinə gəlincə, Azərbaycan tarixçilərinin içərisində yetərincə seçilən Sarı xanım Aşırbəyli, hətta Abşeron haqqında danışarkən, Abşeron sözünü bəzi alimlərin izah etdikləri kimi Abşoran, yəni şorlusu deyil, Afşaran deyə təqdim edir. Yəni, Afşarlar yurdu olaraq. Qarlı dağlar, gen dərələr, göy yaylaqlar məskəni. Ərənləri alnı açıq, başı uca göy təni. Gözəlləri qar çiçəyi, fidanları səməni, hara düşdü isti ocaq qalayan Afşarlar. İstənilən, məsələn, bizim Azərbaycanlıdan soruşsan ki, Afşarlar haqqında nə bilirsən? Ən dərin biləni deyəcək ki, Səfəvilər dövlətinin qurulmasında iştirak etmiş 8 tayfadan biri idi və bir də təbii ki, Nadir Şah haqqında danışacaq. Lakin Afşarların tarixi xeyli qədimə gedib çıxır. Bizim Afşarlar deməli burada Afşar kəndidir. Savalan dağına gelirik. Bizim cemaat gəzirdi, ölkəni gəzirdilər. Qoşa cemaatda devran qururdular. Gəlib, hərlənib, bu mülkdə devran qururlar. Məşhur Zəngilər dövlətinin əsasını qoymuş Nurəddin Zəngi, Məhəmməd Zəngi bu kişilər haqqında nədənsə məlumat verilmir.
Və biz bilirik ki, bu gün də Zəngi çayı, Zəngilan adları daha çox Şimali Azərbaycandadır. Onu da deyim ki, hətta haqqında hələ də mübahisə davam edən və xaç yürüşlərinin qarşısını almış Səlahəddinin özünün də məhz Zəngi və Zəngibasar, Zəngilan bu bölgədən olması haqqında informasiya var. Və o zəngilər bütün xronikalarında qeyd edirlər ki, onlar mənşəcə Əfşar tayfasındandılar. Sadəcə qurduqları dövlət bugünkü Azərbaycanın sərhədlərindən, yəni Azərbaycan Respublikasının sərhədlərindən xeyli uzaqda yerləşir. Yəni bugünkü Suriyanın şimal hissəsində. Məsələn, əgər Hələbdə Nurəddin Zəngi dövlət yaradıbsa, əgər Hələbdə İmadəddin Nəsimi dəfn olunubsa, təsəvvür edin ki, bu şəhər nə qədər Azərbaycan üçün doğmadır. Və artıq Səfəvilər dönəmində isə deməli, Afşarların fəaliyyəti daha da ciddiləşir və Səfəvi dövlətini quran o əsas tayfalardan biri olaraq Əfşarların adı dəfələrlə qeyd olunur. Anlığına çoxlu mahnılar, şeirlər də qoşulmuşdu. Hətta mərhum sənətkarımız, böyük bəstəkarımız Fikrət Əmirov Kürd Afşarı belə bir simfoniyada yazmışdı. Bütün bunlar hamısı onu göstərir ki, Afşarlar doğrudan da deməli qoçaq, çevik, cəngəvar bir millət olubdur və demək olar ki, Azərbaycanın müstəqilliyində, onun azad bir respublika yaşamasında və xoşbəxtliyində onların da böyük payları olub. Afşar zərf muğamı var, sonra Afşar şikəstəsi var. Bütün bunlar Afşarın həyatına, Afşarın köçəri həyatına həsr olunmuş muğamlar, mahnılardır, bəstələrdir. Və Şah İsmail boş yerə demirdi ki, şahın imanına iqrar edənlər, qazilər, əxilər, abdallar oldu. Onu da deyim ki, həmin deməli Afşarların bir qolu Abdallar adı ilə məşhur idi. Və təbii ki, Afşarlar haqqında danışanda bu nəslin, bu tayfanın ən böyük şəxsiyyəti, Şərqin Fatihi, Avropanın Napoleonu adını almış məşhur Nadir Şah Əfşarı unutmaq mümkün deyil. Nadir Şah Əfşara o adlar boş-boşuna verilməyib. Yəni, əslində mən olsam Napoleonun özünə deyərdim ki, Avropanın Nadir Şahı. Niyə? Çünki Nadir Şah Napoleondan xeyli əvvəl yaşayıb. Və Napoleon faktiki olaraq Nadirin hərbi strategiyasını oxumuş, tədqiq eləmiş şəxsiyyətlərdən biridir. Və Nadirin bu gün də dillərə dastan olan məşhur bir kəlamı var. Hər bir şəhəri tutandan sonra Nadir onu talan etmək fikrindən uzaq olur. Deyilənə görə 40 qazan halva çaldırardı və hər ailəyə bir büküm halva paylayandan sonra deyərdi ki, özü də türkcə, deyərdi ki, şəhər bizim, halva sizin. Nadir Şah Afşarın nəvəzləri. Bilir, nəvəsi, hə, bilirəm. Nadir Şah bütün dünyanı fəth edibdir. Bilirsən. Bilirsən, Hindistanda, Əfqanistanda, İraqda nə qədər Afşar var. Və Nadir ilə məşhur şəxsiyyətlərdən biri idi ki, ilk dəfə idi ki, Azərbaycan türklərinin siyasi sərhədləri Qarsdan Dehliyə qədər uzandı. Türk tayfaları kimi Afşarların da əsas məşğuliyyətində istər maldarlıq, istərsə də əkinçilik əsas yer tuturdu. Və bu artıq bilirsiniz, bütün Türk xalqlarında qəbul edilmiş bir təsərrüfat modeli var. Bugün biz qışlaq fermasındayıq. Heyvanlarımızın qışlaq ərazisindədir. İnşallah Allahın köməyi ilə may ayı gələndə yaylaqlar aparacağıq. Ona görə də yəni məcburiyyət qarşısında qalıb heyvanların təsərrüfatının daha da yaxşı olmağına görə, daha da çox artırmağına görə gedirlər qış yatağına. Mətbəximizdə əsasən bizdə heyvan otarlıq olduğuna görə biz qoyunun ətindən qəşəng bozartma eləyirik, ondan sonra kebab eləyirik, ondan sonra şalampır eləyirik.
İnəyin südündən pendir eləyirik, şor eləyirik, nehrə yağ eləyirik. Hər bir şeydən istifadə eləyirik. Biz bazardan alma yağ, yavanlıq yemirik. Hamur xörəklərdə xıngəl bişirirdik, ərişdə bişirirdik. Ondan əbəlik yığırdıq, əbəlikli omaş bişirirdik dağın əbəliyindən. Qırpbığın yığırdıq. Bizim qəşəng yeyləklərimiz olub. Köşk etmişik, vaxt barıda köçlə gedirdik, atlı gedirdik. Qış yurdumuz belə bura olurdu. Yaz yurdumuzda Xonaşın deyirdilər, ora olurdu. Qurabatkın altı, orada olurdu. İsti suya getmişik, Minkənd isti suyunu gəzmişik. Kəlbəcər isti suyunda olmuşuq. Gedirdik dağa, köçürdük, düşürdük yola. Dəvələr qatarlara dəvəsi olan bağlanırdı, uğurlu salırdık üstüne. Hanımların hansı ki arvatlar, sinli adamlar. Oturduk farmaşa yürürdük, koyduk dəvənin üstüne. Hanımlar oturdu onun üstünde, ceyranı kururduk. Çünkü maraqlı gün. Ceyranı boşta hemen ceyranı eğleye yoluna gidirdi, dəvə də gedirdi. Düşmənlərimiz işğal eləyəndən sonra bizim köçəri tayfamız İsmaili dağlarına getdi. Gene biz vərk eləmişlər, dağsız alansız dura bilmərik. Daha İsmaili dağlarına gedirik, Daşkəsənə gedirik, Xaçbulaq yaylaqlarına. Gene qoyunumuzu, malımızı sağlayırıq. Demək, ay Allah, o gözəl günlər, o dağları, o soyuq bulaqları, o Kəlbəcərin o gözəl yerlərini bizə qismət elə gəlir. Sevikdir hər fərdi işdə, davada. Ən iti quşu da tutar havada. Dostluq asılar yurtda yuvada. Düşmənə əl verməz afşar elləri. Qaçmaz meydanlardan afşar elləri. Doğrulardan dönməz dilləri. Afşar elləri. Tərkibində neçə aşirət olub. Mərdlikdə hamısı bir ibrət alıb. Qorxusuz qələbələrə işarət olub. Şanından vazgeçməz afşar elləri. Təkcə türk maldarlıqla məşğul olardısa, nəyə görə onda onun dilində belə atalar sözü var? Müflis olan adam haqqında deyərlər ki, dağda qurutdan oldu, aranda tutdan. Yəni bu adamlar məcbur idilər, əgər bu iki sahənin ikisine də məşğul olurdularsa, bunlar istər-istəməz məcburdular ki, biçim vaxtı həmin malqara, həmin yaşayış sahəsindən uzaqlaşsın. Yəni yaylaq, qışlaq sistemi deyilən sistem. Afşarın dərdilər ki, içine düşən adam anla gələndə elə bilmişik, hamısı bizim öz elimizdən adamıdır. Hələ öz elimizdən o gələn adamı bir hürmətli tutan, izzətli tutan. O vaktin zamanası bindiki zamana kimi değildi. Toğulurdu. 3 gün toğulurdu, bir gün yok. 3 gün aşıqlı. Vır havır. Millət gəlirdi, yemək, içmək eləyirdi. Ondan sonra verdiler, kız gedirdi. Biri bir toy eləyəndə, böyük bir oğlun qızın köçəndə Oğuz xan dövründən qalır. Evdəki bəylər, xanlar qəsdən obanı tərk edilmişlər ki, qız tərəfinin adamları gəlsin, əllərindən nə düşür, aparsın, yağmalasın. Sanki bu bir şurudur, bu bir şöhrət idi, bu bir adət idi. O vaxtdan indiyənə qədər də bizdə Afşarda həmin adət qalıbdır. Qız alanda, oğul köçürəndə görsən ki, qız evindən gedib təkcə qızı gətirmirlər. Əllərinə düşən töyüqdan, çolpadan, nə bilim, nədənsə də bir şey də gətirirdik. Qabaqda 3 gün 3 gecə toy eləyirdilər. Ondan ana qəşək yuxaya ayılırdı, qoyunlar kəsilirdi, məncilisi olurdu. Alaçıqlar tikilirdi, mağar tikilirdi. İndiki kimi toyxana zadı belə şey yox idi da o vaxtı. Bu işləri bizim üçün elə biliyindi, birdən fikirləşəndə bizə o gözəl gəlir. Mahmud Qaşqariyə görə Oğuz nəslindəndirlər. Həmin boylardan biri də Afşar boyudur. Afşarın xüsusi damğası, xüsusi adətləri, xüsusi ənənələri, toy mərasimləri, yas mərasimləri bütün tayfalardan tarixin seçilib.
ev inşa olunub 1962-ci ildə, yəni mən anadan olan ili. Kəndimizdə tikilən ilk daş evdir. O dövrdə hətta kubik yox imiş, küşləri put daşına yonub ustalar qoyub. O dövrdə mahir ustalar var imiş, gözəl ustalar var imiş. Heç deminin bizim bu evdə bir sir yatırmış. Bizim də ki, bundan xəbərimiz yox. Bu haqqında atamız bizə bir məlumat da verib. Kişi tamamilə bizdən gizləyib deməyib. Çünki nəyə görə? O dövr başqa bir quruluş idi, başqa bir dövr idi. Qardaşlarımla birlikdə bizi evimizin arxasında iş gördüyümüz vaxtı baxdıq ki, orada daşın üstündə nəsə altında bir qəribə bir şey var. Uşaqların biri çıxardıq nərdivanla belə baxdılar, baxaq ki, türkçülük, Azərbaycan bayrağı, Türk bayrağı 1962-ci ildə bizim evdə döyülüb. Bu afşarların Türkə bağlılığı bir daha burada təsdiq edir. Ona görə ki, mənim atam uzun illər vəzifədə işləməyinə baxmayaraq, o dövrdə içindən gələn türkçülük, içindən gələn bir türk yaşamı o burada biruzə verib. Afşarlar Türkün ən qədim boylarından biridir, qollarından biridir. Bax, dediyimiz afşar budur. Dadaloğlu yazır ki, yenə köç elədi afşar elləri, axın-axın gedən ellər bizimdir. Qırılsaq da, yıxılsaq da, çata-çata gedən ellər bizimdir. Biz heç zaman əzilməmişik, dölməmişik, bütün döyüşlərdə həmişə qalib olmuşuq. Müasir dövrdə də afşarlar qoçaqlıqda, mərdlikdə, şücaətdə öz rolunu göstərmişdir. 5 nəfər də bizim kənddən Qarabağ uğrunda mübarizədə şəhid vermişik. Ermənilərin ərazisi ilə bizim kəndimiz demək olar ki, həmsərhəddir. 1 metr də olsun bizim torpağımıza, ərazimizə ermənilər müdaxilə edə bilməyib. Bunun da səbəbi bizim cəmaatımızın, elimizin birliyi, mərdliyi və düşmənə qarşı olan nifrətidir. Afşar cəmaatının vətənə bağlıdır, vətənpərvərliyi çox sevir. Bunun bariz nümunəsi olaraq kəndimizdə bir neçə şəhid ona Azərbaycanın milli qəhrəmanı fəxri adını vermişdir. Biz, Afşar cəmaatı, əgər Ali Baş Komandamız əmr eləsə sabahları Qarabağa, mənim 64 yaşım var, bütün uşaqlarıma da onu, nəvələrimə də demişəm onu. Silahlarını biz gezmiş torpağımıza azad etməyə gücümüz çatır. Bizim üçün vətən yolunda şəhid olmaq ölməməkdir, qəhrəmanlıqdır. İstər əfşarı, istər qacarı, istər qara papağı, bunlar hamısı Azərbaycan türklüyünün tərkib hissəsidir. Mənə yayman gəlmişəm, mənə yay məlhəm eyləyim, sən də dərman bilə bilək, bilə bilək, bilə bilək, qadana oxumaq, zümzümə eləmək mənə ləzzət eləyir. Oxuyuram, hər zaman da özümü o dağlarda hiss eləyirəm. Canın dağları, başı dumanlı, ay, qırmızı qoftalı, yaşıl tumanlı, ay, ay qız buna qaş göz, buna tel, ölərəm dərdindən, onu bil, danışmasan da balam, bari gül. Ayar buna qaş göz, buna tel, ölərəm dərdindən sən, onu bil, danışmasan da balam, bari gül. Tarixin bütün dövrlərində öz mərdliyi, şücaəti ilə ad çıxarmış Afşar türkləri dövlətçiliyə olan sədaqətini, onu qorumaq kimi tarixi keyfiyyətlərini şərəflə yaşadıb davam etdirməklə Azərbaycanın ictimai-siyasi həyatında mühüm